A variantının ikinci mətninin izahını veririk. Nurayın gəlinciyi. Nurayın ad günü yaxınlaşırdı. Kamil baba ona dedi: Nuray, istəyirəm sənin üçün alacağım hədiyyəni bir yerdə seçək. Nə deyirsən? Nuray babasının sözlərinə çox sevindi. Nəhayət həmin gün yetişdi. Baba və nəvə bir yerdə oyuncaq mağazasına getdilər. Mağazaya girəndə Nuray həmişəki kimi gəlinciklər olan şöbəyə qaçdı. Rəfdəki gəlinciklərdən birinin babasına göstərib dedi: Baba, onu görürsən, mənə baxır. Məncə çox istəyir ki, onu seçim. Kamil baba gəlinciyi aldı. Nuray və babasına birlikdə ona ad qoydular. Alisa. Bu babanın söylədiyi nağıl qəhrəmanlarından birinin adı idi. Nuray bu nağılı çox sevirdi. Nuray Alisanı daim özü ilə gəzdirirdi. Heç kimə demədiyi sirləri ona açırdı. Bir dəfə Kamil baba Nurayı parka gəzməyə aparmışdır. O həmişəki kimi Alisanı da özü ilə götürmüşdü. Oyun meydançasına çatanda Nuray orada oynayan uşaqlara qoşuldu. Kamil baba isə skamyada əyləşib kitab oxumağa başladı. Biraz keçmişdi ki, Nuray ağlaya-ağlaya babasının yanına gəldi. Baba, Alisanı itirmişəm. Bax, ora otların üstünə qoymuşdum. Sonra tapa bilmədim. Kamil baba nəvəsini sakitləşdirməyə çalışdı. Narahat olma Nuray, harda olsa tapılar. Yəqin parkı gəzməyə çıxıb. Gəl gedək axtaraq. Onlar parkı gəzdilər. Hər yerə baxdılar, amma Alisanı tapa bilmədilər. Ertəsi gün Kamil baba nəvəsini kefsiz görüb dedi: Nuray, bəlkə Alisanı tək qoyduğuna görə səndən inciyib, geriyə, mağazaya qayıdıb. İstəyirsən gedək, mağazadan soruşaq. Hə baba, gedək. Onlar mağazaya daxil oldular. Baba satıcı qıza dedi: Biz bir həftə əvvəl sizdən bir gəlincik almışdıq. Bəli, yadımdadır, satıcı qız cavab verdi. O geri qayıtmayıb. Kim? Satıcı təəccüblə soruşdu. Sonra babanın üzünə baxıb gülümsündü. Yox, necə ki, itib? Baba yavaşca qıza nəysə pıçıldadı. Satıcı qız başını bulayıb dedi: Yox, təəssüf, hamısı satılıb. 2 gün sonra Nuray yuxudan oyananda gördü ki, babası onun otağındadır. Kamil baba şən səslə dilləndi: Nuray, Alisadan xəbər var. O sənə məktub yazıb, deyə baba məktubu Nuraya uzatdı. Baba, axı, mən oxuya bilmirəm. İcazə verirsənmi? Mən oxuyum. Hə, baba, oxuya bilərsən. Baba məktubu açıb oxumağa başladı. Əzizim Nuray, mən səyahətə çıxmışam. Qərara gəldim ki, Azərbaycanın şəhərlərini gəzim. İndi Gəncədəyim. Şəhərə çatmamış yolun sağında dahi şair Nizami Gəncəvinin məqbərəsini gördüm. Hazırda Gəncənin mərkəzində Xan bağında gəzirəm. Sevgilərlə Alisa. Nuray Alisadan gələn məktubu dönə-dönə gah babasına, gah da anasına oxutdururdu. 2 gün sonra Alisadan yeni məktub gəldi. Nuray, mən səni Şəkidən salamlayıram. Buranın cəmaatı çox mehriban və zarafatçıldır. Şəhərdə çoxlu qədim binalar var. Kərvansaraya girəndə özümü lap qədim dövrdə hiss elədim. İndi isə Şəki Xan Sarayına gəlmişəm. Möhtəşəm binadır. Qaydanda ətraflı danışaram. Sənin Alisan. Kamil baba Nuraya Azərbaycanın xəritəsini aldı. Onlar bir yerdə Alisanın səyahət yolunu izləməyə başladılar. Alisanın növbəti məktubu Şuşadan idi. Salam Nuray, yadındadır, Kamil baba bizə Şuşa haqqında danışmışdır. İndi mən Şuşanın qala divarlarının qarşısındayım. Buradan gedib Xurşudbanu Natavanın evinə baxacağam. Sonra isə əlbəttə Cıdır düzünə qalxacağam. Nuray, bilirəm, mənim üçün darıxmısan. Mən də səni görmək istəyirəm. Amma qədim Naxçıvanı görmədə qayıtmaq istəmirəm. Orada mütləq Möminə Xatun türbəsini ziyarət edəcəyim. Görüşənədək əlbəttə Nuray sevindi ki, Alisa sağ-salamatdır. Amma onun üçün darıxırdı. Tez-tez babasından soruşurdu. Baba, Alisa'dan məktub var. Bəs Alisa nə vaxt gələcək? Bunu eşidən anası dedi. Nuray, bəlkə sənin üçün başqa gəlincik alıb. Yox, mən Alisanı istəyirəm. Nurayın gözləri doldu. Mənə başqa gəlincik lazım deyil. Nəhayət bir gün Alisa'dan yeni xəbər gəldi. O yazırdı ki, artıq evə qayıdır. Amma Nuray məni görəndə təəccüblənmə. Mən çox dəyişmişəm, böyümüşəm. Lap möcüzələr diyarındakı adaşım kimi. Tezliklə görüşərik. Bazar günü idi.
Birdən qapı açıldı. Kamil baba Alisa ilə içəri daxil oldu. Nuray təəccübdən yerindəcə donub qaldı. Alisa böyümüşdür. Az qala elə Nurayın özü boyda idi. Həm də çox dəyişmişdir. Amma Nuray onu gözlərindən tanıdı. Bu onun sevimli Alisası idi. Nurayın gəlinciyi qucaqladığını görən Kamil babanın üzündə xoş bir təbəssüm var idi. Baxırıq sualımıza, mətnimizi oxuduq. Mətnimizin içərisindən verilən sualları. 17-ci sualda soruşur. Baba Nuraya gəlincik aldı. Çünki ona gəlincik alacağını söz vermişdir. Belə bir fikir yox idi. Qələmi götürün. Bəli, belə bir A variantında fikir yox idi. B variantında Nurayın ad günü idi. Bəli, doğru fikir bu idi. Nurayın ad günü idi və baba deməli nəvəsi üçün hədiyyə alacağını bildirdi və onlar mağazaya yaxınlaşdılar və mağazanın içərisində Nuray artıq qərar verdi ki, mən gəlincik istəyirəm. Doğru variant B variantı. Nurayın gəlinciyi yox idi. Belə bir fikir də yox idi. Mağazada ancaq gəlinciklər satılırdı. Bu da doğru deyil. Doğru variant B variantı. 18-ci suala baxırıq. Baba ilə nəvə gəlinciyi nə üçün Alisa adlandırdılar? A variantına Nurayın yaxın rəfiqəsinin adı idi. Belə bir fikir yox idi. Nurayın əvvəlki oyuncağının adı idi. Bu da səhvdir. C variantı gəlinciyi istehsal edən şirkət ona bu adı vermişdi. Bu da yanlışdır. D variantına Nurayın sevimli nağıl qəhrəmanı adı idi. Bəli, bu fikir mətnimizdə yer almışdı ki, Nurayın sevimli nağıl qəhrəmanı adı da elə Alisa idi ki, öz oyuncağının adını da o Alisa qoymuş oldu. 19-cu suala baxırıq. Nuray gəlinciyi harada itirdi? Uşaq bağçasında, xeyr. Avtobusda, bu da səhvdir. Oyun meydançasında, bəli, o oyun meydançasında uşaqlara başı qarışır və o deməli oyuncağını, Alisanı itirmiş olur. Doğru variant C variantı. Mağazada, bu da yanlış fikirdir. 20-ci suala baxırıq. Sizcə baba mağazada satıcı qıza nə pıçıldadı? A variantında Nuray bütün gecəni onun üçün ağlayıb, bu yanlışdır. B variantında mən nəvəmi necə sakitləşdirə bilərəm? Bu da yanlışdır. Sizdə həmin gəlincikdən qalıbmı? Bəli, bu doğru fikirdir. Çünki həmin deməli oyuncaqdan tapması üçün o ümidlə də həmin mağazaya qayıtmışdır. Doğru fikir elə C variantıdır. D variantı məsləhət gördüyünüz başqa gəlincik alaq, bu da yanlışdır. Doğru variant C variantı. 21-ci suala baxırıq. 21-ci sualda Alisa'nın səyahət marşrutu hansı bənddə düzgün verilib? Bəli, o Gəncəyə getmişdir. Birinci Nizami Gəncəvi məqbərəsini ziyarəti, daha sonra Şəki, deməli, sonra Şuşa və Naxçıvan. Bu sistemlə də xəritə uyğun gəlir ki, A variantı ilə tamamilə doğru fikirdir. Deməli, bu mətnimizdə öz yerini tapmış fikirdir. 22-ci suala baxırıq. Alisa hansı şəhərdən göndərdiyi məktubda oranın yerli əhalisi haqqında yazırdı? Gəncədə bu səhvdir, Naxçıvanda bu səhvdir, Şəkidə doğrudur, Şuşada səhvdir. Şəkidə, bəli, burada mətnimizdə də yer alıb ki, məhz baxın, Nuray həmin, deməli, mən səni Şəkidən salamlayıram və buranın cəmaatı çox mehriban və zarafatçıldır. Hansı bölgənin insanları haqqında bildirmişdir? Şəki. Sizə də göstərmiş oldum ki, mətnimizdə də doğru variant C variantı olmuş oldu. 23-cü sualı hansı abidə Naxçıvanda yerləşir? Bəli, bu Möminə xatun türbəsidir. Doğru fikirdir. Təbii ki, mətnimizdə də Naxçıvanda yerləşmiş Möminə xatun türbəsindən söhbət gedir. Deməli, orada mütləq Möminə xatun türbəsini ziyarət edəcəyim. Harada? Naxçıvanda. Bu da öz fikrini, yəni öz təsdiqini tapmış cümlədir. Doğru variant B variantı. Nizami Gəncəvi məqbərəsi bu Gəncədə idi. Natavanın evi bu Şuşada idi. Karvansara ümumiyyətlə bu cavab da yox idi. Doğru variant B variantı. 24-cü suala baxırıq. 24-cü sualda Nuray Alisa'nın münasibətini ifadə edən sözü seçin. Nurayın Alisa'ya münasibətini ifadə edən, deməli, sədaqətli idi, həsəd var idi, acılıq var idi və yaxud da biganəlik. Təbii ki, sədaqət var idi ki, Nuray heç vaxt öz oyuncağını dəyişmək istəmirdi. Yenə də Alisa, yəni oyuncağını, gəlinciyini istəyirdi. Məhz onun fikri ilə də
o deməli istəyirdi ki, o oyuncağını geri qaytarsın. Doğru fikir A variantı sədaqətlik rəmzinə yəni çalışmışdı. 25-ci suala baxırıq. Nuray Nurayın məktublarını əslində kim yazırdı? Alisa yazırdı. Bu səhvdir. Kamil baba elə doğru fikir babası idi. Nurayın anası bu doğru deyil. Mağaza satıcısı bu da doğru deyil. Ən doğru variant Kamil baba idi ki, məhz o Alisanı aid olan məktublarını yazıb və nəvəsini belə deyək sevindirmiş olurdu. 26-cı suala baxırıq. 26-cı sualda soruşur, Kamil baba haqqında deyilən fikirlərdən hansı yanlışdır? A variantında nəvəsi kədərlənməsin deyə əlindən gələni edirdi. B variantı Nurayın şıltaqlığı onu əsəbləşdirirdi. C variantı nəvəsinə yeni gəlincik almaq istəyir. D variantı müdrik olmaqla yanaşı həm də həssasdır. Bəli, deməli yanlış olan fikir B variantı idi ki, Nurayın şıltaqlığı onu əsəbləşdirirdi. Heç də belə bir fikir yox idi. Əksinə Nurayı sevindirmək üçün belə deyək, hər gün onun üçün məktublar yazıb və onun Alisaya olan sevgisini sönmədiyini, yəni onun imkan vermirdi ki, o oyuncağına olan sevgisi ölsün. Məhz deməli doğru fikir B variantı uyğun gəlmiş olur. 27-ci suala baxırıq. Mətnə əsasən düzgün fikri seçin. Soruşur bizdən. Nizaminin məqbərəsi Gəncənin mərkəzində yerləşirdi. Xeyr, Nizaminin məqbərəsi Gəncənin mərkəzində yerləşmirdi. Sadəcə orada bağ var idi ki, həmin bağ deməli mərkəzdə yerləşirdi. Deməli A variantı yanlışdır. Kamil baba itmiş gəlinciyi tapıb Nuraya gətirdi. Xeyr, tapmadı. Yenisini almış oldu və daha böyüyünü. C variantında Cıdır düzü Şuşanın yuxarı hissəsində yerləşir. Bəli, doğru fikir elə budur. Deməli Cıdır düzü, bax belə bir fikir var mətnimizdəki. Bu da onun sübutudur. Sonra isə əlbəttə Cıdır düzünə qalxacağam deyir. Yəni qalxmaq onun deməli yuxarı hissəsində yerləşməsi üçün bir sübutdur, bir deməli variantdır. Elə doğru variantımız da C-dir. Alisanın marşrutunu izləmək üçün baba qlobus aldı. Xeyr, qlobus almadı, xəritə almışdı. D variantı da yanlış fikirdir. 28-ci suala baxırıq. Mətndə seçilmiş aşağıdakı cümlə ilə müəllif nəyə işarə edir? Amma Nuray onu gözlərindən tanıdı. A variantı Alisanın üzündə xoş bir təbəssüm var idi. Üzündəki təbəssümün, yəni onun gözlərindən tanınması üçün bir işarə ola bilməz. Yəni A variantı yanlışdır. Baba elə gəlincik tapmışdı ki, gözlərim Alisaya oxşasın. Bəli, ən doğru variant budur. Çünki C variantına baxırıq, bütün gəlinciklərin gözləri eynidir. Gözləri oxşar ola bilər, amma eyni ola bilməz. Ona görə C variantı yanlışdır. D variantında Nuray gəlinciyinin necə göründüyünü artıq unutmuşdur. Ümumiyyətlə unutsaydı heç gəlinciyini də axtarmazdı. Bu da yanlışdır. Ən doğru variant B variantı uyğun gəlir ki, o gözlərini Alisaya oxşasın deyə demək olar ona bənzər demək oyuncağını almışdır. Doğru variant B variantı. 29-cu suala baxırıq. Hansı fikir hekayənin əsas ideyası ola bilər? A variantı babanın aldığı hədiyyəni itirmək olmaz. Belə bir ideya, fikir yoxdur. B variantında böyüklər uşaqların istədiklərini yerinə yetirməlidirlər. C-də balaca uşaqlar belə nağıllara inanmırlar. D variantı qayğı ilə yanaşma, kədəri sevincə çevirə bilər. D variantı da yanlışdır. C də yanlışdır. İnanmırlar. Əslində inanırlar olsaydı daha doğru fikir olardı. B variantı isə ən uyğun ideyadır ki, böyüklər uşaqların istəklərini yerinə yetirməlidirlər. Mən hər istədiklərini deməzdim, amma bəzi istəklərini təbii ki, yerinə yetirmək olar. Doğru variant B variantı uyğundur. 30-cu sual, nə üçün baba məktubu oxuyanda Nuraydan icazə aldı? Biz belə fikirləşərik. Təbii ki, hər bir şagird buna öz məntiqi cəhətdən yanaşa bilər, öz fikrini ifadə eləyə bilər. Amma ən doğru fikir olar ki, deməli, məktub hansı formada gəlir? Açıqca formasında gəlir, yəni bağlı formada gəlir və kimə gəlir? Üzərində yazılır ki, yəni onu kimə çatdırmaq lazımdır? Yəni onu kimə çatdırmaq lazımdırsa, həmin insan açıb onu oxumalıdır. Bu, yəni şəxsi əşyalara diqqət, etik davranışdır ki, heç kəsin icazəsi olmur
olmadan, bu məktub da ola bilər, digər əşyalar da ola bilər ki, insanlar və digər insana məxsus olan şəxsi əşyalara icazəsiz toxunmaq olmaz. Və nə üçün dediyinə görə bu Alisiyaya, daha doğrusu Nuraya gələn bir əşya idisə, onu yalnız deməli Nuray açıb oxuya bilərdi. Sadəcə ondan icazə almaqla bu hərəkətin doğru olduğunu mətnimizdə bizə ifadə edir ki, şagirdlər, bütün insanlar bilməlidirlər ki, başqasının əşyasına icazəsiz toxunmaq olmaz və həmçinin bu etik bir davranış deyildir. Bura qədər inşallah ki, güman edirəm izahım aydın oldu. Növbəti izahlara qədər təşəkkürlər.